Salam, hər vaxtınız xeyirli olsun əziz tamaşaçılarımız. Bəli, bugün də yenə aktual mövzulardan birinə toxunmuşuq. Bugünkü mövzumuz da elə daşınmaz əmlak bazarından bağlı. Bugün biz kirayə bazarındakı vergi nəzarətindən danışacağıq. Qeyd edim ki, 2026-cı ildə artıq qaydalar yenilənib. Qanun Mühasibatçılıq Şirkətinin rəhbəri Xanoğlan Ramazanov bizimlə bərabərdir. Siz də xoş gəlmisiniz. Təşəkkür Maksim bəy dəvətiniz üçün. Düşünürəm ki, bugün çox məhsuldar və maraqlı bir veriliş olacaq. İnşallah. Kirayə verəndə kirayəçi arasındakı bu sənədlə bağlı bir giriş edərdik. Ümumiyyətlə bu sənədin hansı üstünlükləri var? Yeni qaydalarla bağlı. İstərdim Xanoğlan bəy, siz də əlavələrinizi edəsiniz. Buyurun. Ümumiyyətlə belə yanaşma eləyək. Vergi məcəlləsində hər il dəyişikliklər olur. Bu dəyişikliklər təbii ki, həm dövlətin mənafeyini güdməlidir, həm də ki, sahibkarların və insanların mənafeyini güdməlidir. 2026-cı ildə də büdcə vergi siyasəti çərçivəsində vergi və sosial sığorta qanunvericiliyinə dəyişikliklər layihəsi həyata keçirildi və bu layihədə də bir çox həm insanların və sahibkarların xeyrinə və ya ziyanına bir sıra dəyişikliklər həyata keçirildi. İcarə vergisi ümumiyyətlə vergi məcəlləsinin 124-cü maddəsi ilə tənzimlənir. Burada biz icarə vergisi deyəndə biz indi əmlak bazarından danışırıq. Burada insanların icarə verdiyi əmlaklar var. Bir də biznes xarakterli obyektlərin icarəsi var.